Uşaqlar, bayaqları paylaşdığım testin izahını verirəm sizlər üçün. Ağıllı adam ağlından istifadə edər, daha ağıllı adam başqalarının ağlından istifadə edər. Belə bir cümlə verilir və buna aid olan fikri istəyir. Birincidə deyir ki, söz birləşməsinin hamısının əsas tərəfi isimlə ifadə olunmuşdur. Əsas tərəf dedikdə ikinci tərəflər nəzərdə tutulur. Yəni ağıllı adamın ikinci tərəfi, ağıllı adam yenə ikinci tərəf, başqalarının ağlı ikinci tərəf. Söz birləşmələrinin hamısının əsas tərəfi isimlə ifadə olunubmu? Bəli, adam, adam və ağıl. Bu doğrudur. Söz birləşmələrinin hamısı cümlə üzvün ifadə vasitəsidir. Axı bir yerdə götürülmür, birinci növ parçalanaraq gedir axı. Ona görə söz birləşmələrinin hamısı cümlə üzvünün ifadə vasitəsi formasında getmir, parçalanaraq gedir. Ona görə iki getdi. Söz birləşmələrinin hamısının aslı tərəfi sifətlə ifadə olunur. Aslı tərəflər hansıdır? Birincilər ağıllı, ağıllı, başqaları. Bu da doğrudur. Üçü də sifətdir. Fərqləndirilən birləşmədə yalnız cəm hal şəkilçisi işlənib, amma larlər cəm, hal mənsubiyyət şəkilçiləri ağıllı, onların, daha doğrusu başqalar, başqaları, onların başqaları, mənsubiyyət, sonra da hal şəkilçisi işlənibdir. Yəni orada mənsubiyyət var, çıxıblar. Cavab nə oldu? 1, 3. 25-də. Cərcinliyi artıran söz birləşməsinin tərəflərinin təhlilinə aid olan fikir. Əsas tərəfin kökü aslı tərəfdən fərqli olaraq quruluşca düzəltmə olan feildir. Kökdə nə düzəltməliyik? A olan variant getdi. İkinci tərəf feildən düzələn sifətdir. Baxaq ikinci tərəfə. Artıran sözü artmaqdan artırmaq, yəni maq dedim yenə də. Ona görə də deməli feildən düzələn feildir. Bu da getdi. Aslı tərəfin kökü gərilmiş sözü ilə eyni köklü deyil. Niyə? Gərilmək, gərcinlik, hər ikisi gərməkdən düzəlir də. Hər ikisinin tərkibində iki şəkilçi var. Gər, gərcinlik. Burada iki şəkilçi, burada iki şəkilçi. Bəli. Aslı tərəfi yiyəlik halda olan isimdir. Aslı tərəf birinci tərəfdir. Gərcinliyi artıran, yəni əvəz edəndə deyirik ki, onu artıran. Deməli, burada nə var? Burada təsirli hal vardı. Ona görə də Y variantı da olmaz, cavabımız D variantı. Üçüncüyə, 26-ya baxaq, daha doğrusu. Söz birləşməsinin növü ilə bağlı məntiqi ardıcıllığı tamamlayın. Uşaqlar, ümumiyyətlə, dığı deyir, şəkilçisini harada görsəz, fərqi yoxdur. Ondan qabaq, yiyəliyi də görsəz, buna ismi birləşmə deməyəcəksiniz. Bu, elə dığı deyir, duğu deyir, şəkilçisi o deməkdir ki, bu feili birləşmədir. Onun baxmağı, maqməç. Burada bax, burada görürsünüz, yiyəli işlənib, maqməç işlənsə də bu ismi birləşmədir. Oxuyan şagird ismi birləşmə, neft fontanı ismi birləşmə, mətndəki sözlər ismi birləşmə, amma yaxşı oxumaq feili birləşmədir. 27-də. Cədvəldəki uyğunluğu müəyyən et. Aslı tərəfi düzəltmə sözlə ifadə olunan ismi birləşmədir. Aslı tərəf har oldu? Birinci tərəflər istəyir bizdən və ismi birləşmə istəyir. Yuxarıda nə dedik? Dedik ki, dığı deyil, duğu deyil şəkilçisini harada görsəz, ikinci tərəfindən söhbət gedir. Harada görsəz, deyəsiniz ki, bu feili birləşmədir. Bir getdi, bir olan variantlar getdi. Tərcitmək qorxusundakı tərcitmək sözü elə tərcitmək bütövlüklə burada sadə gedir deyə ikini götürmürəm. İki olanlar da getdi. Yaşamaq arzusu ismi birləşmədi. Sonra deyir ki, bax burada 4-ə diqqətlə baxın. Əsas tərəfi düzəltmə sözlə ifadə olunan feili birləşmədi. Əsas tərəf ikinci tərəf gedir. Və bura maqməçi artırıb, amma yadınızda saxlayın ki, elə biz frazoloji birləşmələrin hər birində maqməçi görürük də. Bu, sabit söz birləşməsidir, yəni frazoloji birləşmədir. Bu, feili birləşmə sayılmır. Evdə yatızdırmaq, maqməç, bunu götürəcək. Pulları itirəndə, andəndə və cavab nə oldu? 3, 5, 6, B bəndi. Sonra 28. Əgər cümlədə feili birləşmə işlənibdirsə, əminliklə demək olar ki, ən azı bir sintaktik vahid qurulursa mürəkkəbdir, düz deyir. Uşaqlar, feili birləşmələrdə əgər sadəcə oxumaq desəm, bu sadədir də, bu feili birləşmə deyil ki, ismi birləşməyə ağlınız getməsin, ki, ismi birləşmələrdə ən azı 2 söz olur, biz buna sadə deyirik, 2 söz olanda sadə, 3 söz olanda daha mürəkkəb olur, bu feili birləşmədə elə deyil axı. Biz burada nə deyəcəyik? Deyəcəyik ki, ən azı bir sintaktik vahid qurulursa mürəkkəbdir. Bəli, bu feili birləşməyə aid olan xüsusiyyətdir və biri götürəcəyik burada. Sonra əsas tərəfi xəbərli şəkilçisi qəbul etməyən söz birləşməsi var. Feili bağlamadan söhbət getmir ki, biz deyək ki, hə, feili bağlamadır və burada xəbərli şəkilçisi olmaz. Çünki feili bağlama zərflikdən başqa bir cümlə üzvü ola bilmir.
Fe'li birləşmələr rahatlıqla qəbul edə bilər. Mənim əsas məqsədim dərsləri yaxşı oxumaqdır. Deməli, qəbul edə bilir. Bu səhvdir. 2 olan variantları çıxıram. Əminliklə deyə bilmirəm. Ən azı 2 feil işlənmişdir. Fe'li birləşmənin birinci tərəfi isim də ola bilər. Deməli, ən az 2 feilin işlənməsini əminliklə demək olmaz. Yəni, cavabımız D bəndidir. 1, 3. 4-ə baxaq necə doğrudur. Leksik mənası olan ən az 2 söz var. Ümumiyyətlə, söz birləşməsində axtararkən 2 tərəfdə də əsas nitq hissələrini qeyd etməyi unutmayın. Ən azı 2 dənə əsas nitq hissəsinin olması vacibdir. Ona görə cavabımız D variantı. Sonra 29-da bizə deyir ki, hansı cümlələrdə ismi birləşmə olub-olmadığını əminliklə demək olur və tam cavab istəyir. Hakim qadın ilə danışanda onun gəlməyini gözləyirdim. Birincisi, ola bilər ki, hakim qadın ilə danışanda onun gəlməyini gözləyirdim. Biri də var, hakim qadın ilə mən danışanda onun gəlməyini gözləyirdim. Düzdür, burada əminliklə söz birləşməsi olub olduğunu deyə bilmirəm, amma onun gəlməyini dəqiq deyirəm ki, var. Deməli, 1 var. Dekan məsləhətçisi gəlməmiş, yeni söhbətə başlamadı. Birinci, burada əminliklə yeni söhbət var. Sanki belə demək istəyib də, dekan məsləhətçisi gəlməmiş, yeni söhbətə başladı. Biri də var demək istəyib ki, dekan məsləhətçisi gəlməmiş. Yəni, bunu da götürürük, əminliklə var. Nadir kitabları hələ də köhnə evində saxlayırdı. Biri də var, nadir kitabları, yəni çətin tapılan kitabları. Əminliklə deyə bilmirəm, amma köhnə ev əminliklə deyə bilirəm. Sabah təkcə sən gəlib bu sənədləri götürərsən, bu sənədlər var. Əminliklə deyirəm, bunu da götürürəm. Qəzəblənmək üçün hər tərəf burada da var. Əminliklə deyirəm, deməli, yebəndə hamısı. Sonra 30-cu suala baxaq. Bütün uyğun məqamları müəyyən edin. Vətən uğrunda döyüşən hər kəsə bu xalq borcludur. Uyğun məqamlar istəyir bizdən, yəni doğru variantı götürəcəyik. Cümlədə fe'li birləşmə daxilində ismi birləşmə var. Fe'li birləşmə budur. Vətən uğrunda döyüşən. Vətən uğrunda, təbii ki, uğrunda sözü, baxın, əsas, köməkçi, bir də əsas. Burada axı köməkçi var. Köməkçi ilə əsas bir ismi birləşmə yarada bilmir. Ona görə də bu səhvdir. Bu gün çox maraqlı hadisə olmuşdu. Cümlədə mürəkkəb söz və 2 ismi birləşmə var. Bu gün mürəkkəb sözdür, maraqlı hadisə ismi birləşmədir, amma bir dənədir. Bu da getdi. 2, 1, onsuz da çıxanda cavab 3, 4 ya da 3, 5'dir. Sakit okeanda gözləmədiyi hadisə ilə qarşılaşdı. Cümlədə söz birləşməsinin sayını dəqiq demək olmur. Bəli, əgər mən bu sakit sözünü xitab düşünsəm, qarşılaşdı, məsələn, deyirəm, harada qarşılaşdı? Okeanda qarşılaşdı. Biri də var ki, sakit okeanda, yəni dəqiqliklə deyə bilmirik. Ona görə də 3'ü götürürəm. Uşaqlar onu gözləmədən çıxıb getdilər. Deməli, uşaqlar onu gözləmədən çıxıb getdilər cümləsində fe'li birləşmənin aslı tərəfi, yəni aslı tərəf onu gözləmədən çıxıb getdilər. Kim getdi? Uşaqlar getdi. Nə zaman getdi? Onu gözləmədən. Fe'li bağlama tərkibidir. Kimi gözləmədən, onu gözləmədən. Xeyr, bu doğru yanaşma deyil. Bunu da çıxırıq. İndi ən ürəyə yatan fəsildir cümlədəki söz birləşməsinin aslı tərəfi sönməz işıq birləşməsinin aslı tərəfi ilə eyni nitq hissəsidir. Sönməz sözü sifətdir, ürəyə yatan sifətdir. Doğrudur. Cavab yebəndi 3, 5. 31'ə baxaq. Bütün doğru fikirləri müəyyən edin. Qabilin əvəzinə görüşə özüm gedəcəyəm. İşarələnən hissə söz birləşməsi deyil. Burada deməli qabilin əvəzinə özüm gedəcəyəm və deyir ki, işarələnmiş söz birləşmə deyil, əvəzinə, uğruna, naminə bu tipli sözlər qoşmadır. Yəni burada əsas, burada köməkçi var. Bu necə söz birləşməsi yaratsın? Düz deyir. Zakirin kitablarını oxumaq mənə qismət olmayıb cümləsində fərqləndirilən hissə fe'li birləşmədir. Düz deyir. Məsdər tərkibi var burada. Mənə qismət olmayıb. Kimə qismət olmayıb? Mənə qismət olmayıb. Nə? Zakirin kitablarını oxumaq içinə də götürürəm. İsmin 4 kateqoriyasında uzlaşma əlaqəsinin göstəricisi ola bilər, amma niyə 4 kateqoriyasında ki? Axı, uzlaşma əlaqəsini biz hala görə tapmırıq. Biz bunu cəmə görə tapa bilərik. Cəm şəkilçisi ola bilər, mənsubiyyət şəkilçisi ola bilər, amma biz bunu hala görə tapa bilmərik. Ona görə bu səhvdir. Tərkibində 4 söz olan fe'li birləşmə mütləq qurulursa mürəkkəb olacaq. 2 dənə də olsa mürəkkəb olacaqdır.
İsa bulağı mürəkkəb ad olduğu üçün ismi birləşmə hesab olunmur. Amma ilə İsa bulağı yenə də ismi birləşmədir. Ona görə cavabımız 1-2 yalnız B bəndidir. Sonra 32-də deyir ki, hansı nümunədə altından xətt çəkilən söz cümlədəki feili birləşməyə daxil deyil. Burada feili birləşməyə daxil deyil. Deyir ki, başını uca etmişlər. Hamının başını uca etmişlər. Burada frazoloji birləşmə daxilində hamı sözünü parçalaya bilmirəm. Hamının başını uca etmişlər. Yəni bu söz parçalanmaz. Daha frazoloji birləşməkdən də çıxır, sərbəst söz birləşməsi olur. Kim uca etmişdir? Şagirdlər, hansı şagirdlər? Bu məktəbdə oxuyan. Deməli, bunun daxilindədir. Ona görə biri çıxdıq. Qadir dünən bizim şirkətimizdə işləmək üçün müraciət etmişdi. Müraciət etmişdi. Kim müraciət etmişdi? Qadir. İçini götürəcəm uşaqlar, çünki ayrıca verir. Nadir İlkinin bacarığına heyran qaldı. Burada feili birləşmə yoxdur axı. Bizə deyir ki, mütləq feili birləşmə olmalıdır və də onun daxilində olmasın. Uşaq əllərini anasına uzadaraq onu qucaqlamasını arzulayırdı. Kim arzulayırdı? Uşaq arzulayırdı. Bu da sərbəst getdi. Bəzən babam sağ olanda biz də şəhərə gedərdik. Nə edərdik? Gedərdik. Kim gedərdi? Biz gedərdik. Nə zaman gedərdik? Babam sağ olanda nə zaman gedərdik? Bəzən ayrıca götürüldüyü üçün cavab 2, 4, 5.